Metro ilə bağlı yeni xəbər məncə hər biriniz görmüsünüz. Bu arada metro ilə bağlı bir pis xəbərimiz də var ki, qatarın altına düşən gənc həyatını itiribdir. Buradan ailəsinə rəhmət edirəm, Allah rəhmət eləsin. Hadisə ilə bağlı məlumatım yoxdur, ona görə girmək istəmirəm məsələyə. Artıq getdiyimiz stansiyaya qədər ödəniş eləyəcəyik. Mən bu fikrimlə dəstəkləyirdim, amma mən bu fikrimi nə vaxt dəstəkləsəm, mənə deyirdilər ki, ay elə, ay belə, bəs uzaqdan gələnlər və s. və s. Əslində qalsa burada uzaqdan gələn, yaxından gələn məsələsi deyil məsələ. Məsələ əslində qalsa tamamilə iqtisadi bir məsələdir. Bildiyimiz kimi metro o boyda yol hərəkatı eləyəndə çoxlu enerji xərcləyir və Nərimanovdan Gəncliyə gedəndə eyni pulu ödəyir. Gənclikdən Dərnəgülə gedən də eyni pulu ödəyir. Amma Nərimanovdan Gəncliyə gedənlə Gənclikdən Dərnəgülə gedən eyni enerjini xərcləmir metro. Bu səbəblə əslində qalsa gedənin daha çox pul verməsi günü-gündən artan bu metro pullarına bir stop olacağı deyə düşünürəm. Yəni çünki onu kompensasiya eləmək üçün durmadan artırırlar. Çünki xəbərlərə baxmısınızsa da metro hələ də ziyandadır. Yəni nə qədər 60 qəpiyə də qaldırsalar, hələ də ziyandadır. Yəni bu gedişlə metron 1 manata qaldıracaqdılar ki, yaxşı oldu ki, az məsafə gedəndə, çünki getdiyi məsafə qədər ödəyəcəksən. Məsələn, bəzən Allah haqqı deyirəm, mənim ürəyim yanır kursa gedəndə minməyə, çünki buradan bura bir stansiyalıq yol gedirəm, amma 60 qəpiyimdən alıram. Ona görə düşünürəm ki, çox yaxşı bir sistem oldu. Siz nə düşünürsünüz bunun haqqında? Sizcə yaxşı mı oldu? İndi Dərnəgülə gedənlər linç eləyəcəklər bizi, Həzrəslanov Dərnəgül yolcuları.